Salam əziz dostlar və dəyərli izləyicilər, yeni videoda hər birini salamlayıram. Sizlər üçün çox maraqlı bir video paylaşacağım. Reading hissəsində başlıq seçmə, sual tiplərini necə işləyə bilərik? Bununla bağlı bir marafon dərsindən kiçik bir video paylaşacağım. Ümidvaram ki, bəyənəcəksiniz. Mütləq şəkildə izləyib, verilən taktikaları necə deyərlər tətbiq edin. Mütləq ki, nəticə əldə edəcəksiniz inşallah. Buyurun, sona qədər izləyin. Nəsillər. Yəni gəlir, niyə tələsirsiniz ki? Ümumiyyətlə, arxanızda qaçan yoxdur, eləyən yoxdur. Yəni tələsməyin. Tamam mı? İndi baxaq indi heading tipinə. Bəs bu tip bir çox tələbələrin ən çox qorxduğu yerlərdən biridir. Sual versəz ki, niyə çox qorxduğu yerlərdən biridir? Çünki burada həqiqətən aşırı məntiq istəyir. Mənim sözüm o deyil, kiminsə məntiqi zəifdir, əstəğfurullah. Sadəcə aşırı dərəcə məntiqi işlətmək istəyir. Azərbaycanda da çox vaxt tələbələrin ən böyük problemlərindən biri, sual tiplərindən ən çox yaşadığı problemlərdən biri, bax, bu tipdir. Deməli, 9 dənə bizə heading verib, düzdür? Tamam mı? Neçə sual verib? 7 dənə də paragraf verib. Deməli, bunun ikisi qıraqda qalacaq. Okey mi? İkisi qıraqda qalacaq. Digərləri variantlara cavab kimi gedəcək. Məsələn, deyək ki, evdəsiz, başlayırsınız test işləməyə. Bu testi necə başlayacaqsınız? Bax, çox maraqlı. Mən headinglərin birinci özünü oxuyuram. Tam oxuyub başa düşürəm. Ondan sonra keçirəm suallara. Gəlin headingləri bir dəfə özünüzə baxın hələ ki. Bu Cambridge-in 10-cu testidir. Əslində 10-cu test biraz çətin testdir. Hə. Bəs gəlin başlayalım birinci paragrafdan. Məsələn, birinci paragrafı necə işləyəcəksiniz? Yəni, strategiya olaraq necə yanaşırsınız? Bu paragrafdan söhbət edirəm. Yəni bu The Place of the Industrial Revolution ola bilər. Abi, mən heç vermirəm, baxın, qurban sənə, hələ işləyirik. Cümlə, mətndə sözlər, cümlə az olduğuna görə mən bütün mətni oxuyardım. Burada nədən söhbət gedir? Bu insanın müəssisə Industrial Revolution-la bağlı keçirdiyi zaman və nə üçün keçirdi budur? Guys, hamı Nəyə oxudu? görə? Guys, hamı oxudu mu? Mən. Nədən Bəli. söhbət getdi? Günah xanım dediyi kimidir, yoxsa fərqli nələrsə əlavə edəcəksiniz? İlk döyüşlə uzun müddət vaxt keçirən, daha doğrusu məşğul olan historianlar olub ki, tarixçilər. Hansı ki, Big Bang-də dünyaca, yəni dünyada böyük dəyişikliklərə səbəb olan hadisə baş verdi və strike da üsyan kimi bir şeydir də, yəni. O baş verib. Niyə? Və cavab nə götürürsünüz? Dördüncü. Dördüncünü. Dörddə, hə. Tamam, okey. Digər tələblər, nə düşünürsünüz?
Bir saniye baxım. Mən də 4 düşünürəm. 4 olmağına səbəb nə ola bilər qəs? 4-də nə deyir? Time-ı Vaxt 4 də ola mən bilər, bu arada 7 də ola bilər məncə. 4 də ola bilər, 7 də ola bilər. Maraqlıdır. Decade müəllim orada 10 illikdir də, 10 illiyini keçirmiş. Aha. Sonra Britaniyada da deyir bu hadisə baş verir. Bəli. 7-də nə deyir? Əsas deyir 2 şey məsələ. Burada two keys nə verir ki? Başa düşmədim qəs. Big Bang dedim, bir də Strike-ı nəzərdə tutmuşdum ki, 2-dən 2. Yox, demirəm orada əsas şey qəs. Cavab Okey. 4-dür. Əslində burada götürəndə biz taktikamız bir və sonun məna bağlılığı prinsipinə fokuslanıb tapmaqdır. Bayaq Gülnar xanım demişkən, sadə bir balaca bir paragrafdan ibarət olduğu üçün biz bir və sonu oxumuruq. Burada da bunun müəyyən əsrlər boyunca və həmçində King College-da nəyindən söhbət edir? Müəyyən vaxtlarını sərf eləməyindən söhbət edir. Burada da elə 4-ə uyğun olmaq vermiyorlar. Time söhbəti var, place söhbəti də var guys. Düzdürmü? Və Industrial Revolution da buradadır. Amma 7-də əsas iki hissələrdir. Onları indi mən deyə bilmirəm o hansı variantdadır. Orada gələk əsas iki faktor haqqında həqiqətən də vurğulasın ki, to nə bilim nəsə. Yəni onu vurğulasın. Vurğulamadığı halda onu verə bilməli dostum. Yaxşı? Mən amma Yaxşı. bu sualla bağlı hələ biraz tərəddüdü qalmışam, ona görə seçim eləmirəm. Çünki Niyə? orada o kişini izah eləməyə çalışır da ki, falan yerdə işləmiş adam illərini buna verdi. Hı. İl olaraq 18-ci əsri götürə bilərəm, amma məkan olaraq o kolleci mən götürə bilmirəm ki, orada yəni Niyə götürə işləmiş bilmirsən? adamdan danışır. Yəni oradakı adamdan danışır da, işləmiş adamdan. Demir ki, orada başladı necə. Ona görə biraz tərəddüddüyəm. Bir dənə keçək o Orada birisilərə. Başqa Brit variantım qalmasa onu da seçəcəm. Britaniya vardı deyir Britaniyada nəyə görə baş verir? Deyir də düz yerdə. Niyə baş verdiyini nə Sual bilim mənə deyir ki, bu niyə görə partikular olaraq deyir. olaraq qalmır. Heç Working uyğun görürəm. industry happen in Britain. Niyə görə bəs verir də cavabı nə? Başa düşmədiyim nə var? Siz nəyə götürmək istəyirsiniz ki, yaxşı? Deyək ki, 2, Yox, 4 deyil. Yox, bir maraqlıdır. 4 deyilsə hansı variantı götürə bilərsiniz? Bir də onu deyə hələ bilərsiniz. seçim variantı qalmır. Ona görə 4-də belə şübhəli qalıram ki, bəlkə 4-ə uyğun daha belə dəqiq variant tapdım. Ona görə hələ ki gözləyirəm. Yox, başa düşdüm. Amma ki, burada kolik variant 4'tür. Çünki həqiqətən də fokus olur vaxta və Industrial Revolution yerinə də fokus olur orada. Ona görə də və orada da sualı verir də, hətta deyir ki, niyə görə bu, yəni sözün arasında deyir ki, White Occurred-da baş verdi. Yəni Britaniyada 18-ci əsrin sonunda. Yəni başqa heç bir özü temporda time və yerə fokuslanır. İndi siz 4'ü saxlayın etapda. Bəli, mən narazı deyiləm. Əslində gözəl bir Olaraq taktikdir. yox, böyük ehtimal onu götürəcəm. Sadəcə biraz daha Hə, dəqiqləşdirmək onu istəyirəm. özü görürsünüz ki, başqa variantda uyğunluq görəndə şey dəyişmək Hə, olar. yaz üçün saxlayım ki, onu Hə, bəlkə. onu belə taktikaları sevirəm. Mən tələbələr eləyir, bəzən sevirəm bu şey. Aha. Məsələn, B paraqrafı guys. B paraqrafının bir və sonuncu cümlənin mənası bir-birinə yaxındırmı yoxsa uzaqdırmı? Aha, yaxındır. Bir və sonunda nə dedi? Ə, Aha, bu birləşmənin lock nədir bilmirəm. Lock bildiyimiz elə lock unlockdur, kilidin birləşməsindəki puzzle-ları, yəni çətinlikləri müqayisə eləyir. Axırda da deyir ki, əksər tarixçilər boyunlarına alırlar ki, iki dənə burada bunu açmaq üçün, bu kilidi açmaq üçün iki dənə əsas faktor var ki, hansı ki missing factor da onlar. Məsələn, guys, indi maraqlı bir nüans var. Burada siz nə cavabı götürəcəksiniz? İndi o Orada Türk müəllim 7-dən götürməklər də. 7. Orada hanı iki dənə əsas key söhbəti? Deyir one or two missing factors.
Abi Z revolution'a deyir. Industrial revolution o cümlənin içərisində hardadır ki, industrial o missing factorlardan söhbət edir abi. O iki faktorlar gəlsəydi cavabı orada rahatlanardı biri. Çünki onun cavabı Lakin orada deyil, guys. qılıncım. Bir və son məna cəhətdən bağlılığı var, amma tam da belə oturub hesablasam, mən düşünürəm ki, bir və son biraz necə deyim? Yəni azdır da, onda biraz daha araşdırmaq lazımdır. Bir və Bir son və bəs son eləmədi. məna cəhətdən az olan zaman biz orta hissələri daha çox oxumağa fokuslanmalıyıq ki, orta hissələrdə olur cavablar və bunu yadda saxlayın, guys. İndi maraqlıdır ki, biz burada nə götürəcəyik? birincini ortasına baxanda population aiddirsə, birincini götürmək olardı. Məsələn, ikinci cümlədən başlayın, ümumi baxın, nəzərə yetirin. İkinci cümlədə nədən söhbət gedir? İnqilabın baş verə bilməsindən öncə 20 dənə faktor var ki, onların hamısı gərək iştirak eləsin. Yəqin ki, bu inqilabı tətikləmək üçün. Aha. İndi cavab nədir, guys? Nədir? Cavab nədir? Hə, cavab. Causes ola bilər. Elə bir nəsə causes görmüşdüm. Bəlkə 8-də bu. Ay, yo, industrialization. Yo, elə bir revolution. Yox, bir deyil. Bunu tapmasanız buraxacağım, çünki bunun diqqətli olması gəlir. Mən deməklə cavab tapılmayacaq. Bunun çox-çox diqqətli olması. Bax, sizin probleminiz buradadır. Industrialization nədir ki, guys? Müəssisələşdirmə. Niyə görə ki, gedir də deyir ki, bu before revolution can happen. Burada da elə başlayır da texnologiyadır, power'dır, drive factors'ı. Hə, arxasını oxuyuram. Hə, baxıram Arxasını müəssisənin. oxumaq. Cavab və Hə, yazır, but we're not in Allah'ım. İndi burada bir məsələ industrial. var, guys. Mən sizə bir şey istəyirəm. Deməli, bir və sonu görürsünüz ki, guys, tam belə bir və son tam məna bağlı olmalıdır. Görürsünüz ki, bir və son məna bağlılığı yoxdursa, tamam mı? O zaman orta hissəni oxuyub cavab tapmalısınız, tamam mı? Orta hissəni. Okey? Orta hissədə də nə deyir bizə? Bunu tam da izah edeyim. Əgər bir və son məna cəhətdən yenə deyirəm, guys, bağlılığı yoxdursa, orta hissəni tam bitirməlisiniz. Yaxşı. Ona görə də gəl, xahiş edirəm, suallarda diqqətli olun. Bax, məsələn, C paragrafı olsun, düzdür? Birinci cümlədə nə deyir, sonuncu cümlədə nə deyir? Tez-tez baxalım. İtmiş faktorlardan biri demək olar ki, bütün evlərin mətbəxlərində, kabinət şkaflarında tapıla bilir. Aşağıdakı cümləni ona oxusuz, məna bağlılığı var, gəl. Yox, orada Məncə yox. alimi tədqiq. Amma başlayır. İkinci cümlədən başlayırsınız oxumağa. Bu 6 olacaq. Çünki bayaqları bu mətni oxumuşduq da deyəsən. Nə oxumuşdunuz? Mətni? Bu hissəni oxumuşduq elə bir true false hə də eləyəndə. Buranı oxumuşduq. 6. 6 Drinking baxın. habits hardadır ki? Burada içməklərindən də çayla bir yerdən danışır. Mən çox konkret deyə bilərəm ki, siz və hamınız artıq dəhşətsiz bir səviyyədə diqqətsizliyiniz var.
Bu ikinci cümlə bizə elə getdiyini göstərir də bəs. Niyə görə çox zəif edirsiniz ki? Baxın, qəs deyir də, deyir Tea and Beer. Bu da deyir də, əsas deyir Britaniya Industrial Revolution. Burada da verir də Revolution-a Ha, deyir. doğrudan. Biz bayaq bu cümləni tərcümə eləmişdik True False-da. Aa, sağ olun, qəs. Yəni, bilirsiniz necədir? Heading tipində bizə sual olaraq uyğun gətirən bəzi şeylər var. Mən onu sizə deyim. Heading tipində qəs çox aşırı dərəcədə diqqət lazımdır. Məsələn, true false elə də bir güclü diqqət olmasa belə onu eləmək olar. Amma heading tipində diqqətli olmalısınız. Məsələn, bəzi suallar 90% doğru olur, bəzi suallar 100%, bəzi suallar 50%. Ona görə də siz o 90 ilə 100-ü həmişə qarışdıra bilərsiniz. Ona görə diqqətli olmalısınız. Məsələn, change in drinking habits. Bunu təxmini uyğunlaşdırmaq olar, amma onun orada onların Yox, konkret verib də cümləni. Aslında dostum, konkret cümləni verib. Orada gərək başlamalı idi ki, məsələn də bunu necə dəyişdi, insanlarda məsələn bir nə pis şey yaratdı, tir yaratdı. Yəni desəm cavabı biləcəksiniz deyə deyə bilmirəm də. İndi bu variantlarla işləyib görəcəksiniz. Başa düşdünüz gəl bura qədər. D variantı. Əslində bu rahat bir sualdır. Sualda hələ heç nə deyə bilmərəm. Axırda deyəcəm yoxsa. Kaç nədir cavab? Bir olar yəqin ki, çünki burada da increase population, increase həm də axtarışdan Sən danışır. hanı dedilər. Elə danışır da burada populyasiyalardan söhbət edir, Hı tamam mı? -hı. İyi variantı guys. Guys nədən söhbət getdi? Bu bayaqki vergi məsələləri idi. Üzərinə qoyulan vergi. Hı -hı. Bizdə burada paraqraflar çox idi. Yox, paraqraf az idi, variant çox idi, hə? Bəli, bəli. Hə, variantlardan olmama ehtimalı. Yəni paraqraf mütləq ki var. Hə, guys, nə oldu? Ha, nədən söhbət getdi burada? Changes. Bəlkə də changing habits ola bilər. In Britain.
Aha. Çünki Japan falan sözü heç mən görə bilmədim burada və yaxud digər ölkə adları görə bilmədim. Ona görə 3 və o birisilər hansı idi? Onları çıxdıq, 5-i çıxdıq. 8-i çıxmışdı. Nə Nəyi? çıxmışdı? 8-ci çıxmışdı. Conditions required for industry. Dostum səsin gəlmir, başa dönərəm. 8-ci çıxmışdı əvvəllərdə. 8-ci cavab kimi götürmüş ya. Bəs nə oldu sizə bu zor? Biraz kəsim sual deyil axı. Bəs İdə qalmışdıq. İdə axır nə oldu cavabınız? Məncə 6-dır mənim. Aha. Məncə 6 deyirəm. Niyə 6-dır? Orada içkilərdən yarada biləcəyi məsələn, xəstəliklərdən danışır. Yəqin ki, ola bilər. İçki vərdişlərindən söhbət gedir orada. Hər kəs öz variantını desin. Niyə? Mən 6 deyirəm. Aha. Çünki orada deyir ki, beer-ı nəyə dəyişməkdən söhbət edir? Burada deyir ki, portable water and D-nə çevrildi. Yəni artıq o beer-dir, zaddır, onların içə dəyişildi və onların beer-in məsələn death rate artırıldı. Yəni o sırf təsirləri falan oldu deyə cavab nə olur qəs? Öz şeylərində vərdişləri dəyişirlər də çay vərdişlərini. Cavab nədir qəs ona görə? 6-cı. Çox. 6-cı. 6-cıdır, bəli. Və sonuncu olaraq bir dənə F-dən C-yə baxaq. Qəs F-lə C-də nə görürsünüz? Üçüncünü götürmüşdük. Üçüncünü götürə bilərik əgər. Şapkası bir. Japan. Axırda deyəcəm, amma biraz elə bir tələssüs. Qəs, burada nədən söhbət getdi? Bəs buradan sonra biraz tez elin qəs. Eyni zamanda geniş şəhərlərin inkişaf, əlaqələrin inkişaf etdirilməsi. Tamam. Hə, cavab nədir? Yox, 3 deyil bəs burada cavab. 3-dən 9 olar. 9 ola bilər. Niyə səbəb sizcə 9 nədir səbəbi?
Yəni 9 Müqayisə səbəbi nədir? 9 olmasının səbəbi nədir? orada Çin'i de diyor, sonra Britanya'nı da diyor, sonra Japonya'dan da söhbət gedir də. Müqayisə diyor. Müqayisə var. Amma üçüncü sualı kimlərə götürmüşdür? Üçüncü sual. Development of cities in Japan for the time and place of the Industrial Revolution. Ya bunu demir axı. Amma 9-da comparison söhbəti qayısı açıq-aşkar, yəni F variantında gedir. Elə birinci cümlədə var. Deyir ki, həmçinin deyir, o deyir, Japana baxdı deyir. Bu gördü ki, o yəni bu inkişaf edən bir hissədir. Da başa düşdünüz necə? Yəni onun artımından, infrastrukturundan söhbət gedir. Ona görə də cavab comparison ilə də digər ölkələrlə müqayisədə qayısı. Bax, məsələn, deyir ki, Britaniya nisbətən Japansa belədir. Hamısında bir müqayisə aparır. Başa düşdünüz? Qəs sonuncu qaldı. Rahat sualdır. Biraz diqqətli olsa biləcəksiniz. Hadi guys. Ben 3 ola bilər ki, Industrial Revolution var. Şəhərlərdən biri. Guys, əslində burada cavab 2-dir. Bir də 2-dir. 2-dən söhbət gedir. Bax, guys, sonuncu olaraq izah edirəm. 2-də deyir də, guys. Bu C variantında here it's back there is a work-based revolution by labor-saving devices such as animals and phrase put. Deyir ki, bunların inkişafı deyir, ola bilsin de insanları deyir, işsiz qoydu. Bu put people out of work var ya, guys, görürsünüz onu. Görürsünüz. Bəli. Guys, so, Bəli. orada insanlar işsiz qoyar, onun cavabı nədir, guys? Industrial Anam. fear of unemployment. Yaxşı, Bəli. aydındır, guys. Bəli. Guys, bu iki videonu atacağım qrupa. Sabah inşallah dərsimizdə çalışacağım ki, gələn həftə bir dənə də əlavə dərs edeyim. Okey mi? İnşallah Oldu mən. yaxşı. Yaxşı mən.